Salam dostlar. Şahzadə Charles haqqında mövzumuzu davam etdiririk. Oxumaqdır bildiyiniz kimi videomuzun belə deyək mahiyyəti, mövzusu. İngiliscə oxumaq. Əvvəlki videoları izləyə bilərsiniz. Bu da növbəti Charles haqqında videodur. Since his second marriage və deyək ki sonuncu videodur artıq. Prins Şahzadə Charles haqqında. Everything except the top job. Ən vacib işdən, iş istisna olmaqla hər şey. Belə bir başlıq var. Since his second marriage, ikinci evliliyindən bəri, Prince Charles has everything he wants. Yəni Şahzadə Charles'ın istədiyi hər şey var. Except nədən başqa? Yəni nəyə yoxdur? As Diana used to call it, Şahzadə Diana bunu bir vaxt necə Allah? Hansı Şahzadə Diana who was killed in a car accident in 1997. 97-ci ildə maşın qəzasında həlak olmuşdu. Həmin o Diana Şahzadə Charles'ın yəni sahib olmadığı şeyin o ən üst düzey iş olduğunu bildirmişdi. Yəni ondan başqa deyir ki, Şahzadə Charles'ın hər şeyi var. Yet despite not being on the throne, baxmayaraq ki, amma buna baxmayaraq taxta deyil idi, taxtazda deyil idi. He has worked hard to accomplish so much. O çox işləmişdi ki, həyatında çox şeyə nail olsun. Zəhmətkeş olmuşdu. He is concerned about the state of the country he loves. O sevdiyi ölkənin vəziyyəti haqqında narahatdır. And shows his frustration that governments do little to tackle those problems about which he feels so strongly. Deməli, və ölkənin dedik ki, sevdiyi ölkənin vəziyyəti haqqında narahatdır. Eyni zamanda öz, belə deyək, məyusluğunu, incikliyini göstərir. Nə barədə? Hökumət çox az şey eləyir ki, bu problemlərin öhdəsindən gəlsin. Hansı ki, o problemlər haqqında Şahzadə Charles çox güclü bir şəkildə yəni empati duyğusu var, hiss edir o. O çətinlikləri, o problemləri. The Prince of Wales has his own food company. Şahzadə Wales şahzadəsinin özünün şəxsi şirkəti var. Duchy Originals. Yəni Duchy da hersoqluq deməkdir. Yəni Hersoqluq Originals adlı bir deməli şirkəti var. It originally sold biscuits. Əvvəlcə nə satırdı? Peçenyelər satırdı. Yəni başlanğıcda, ilk başda bu şirkət aslında peçenyelər satırdı. But is now expanding to become one of Britain's best known and most successful organic brands. Və indi öz əhatə dairəsini genişləndirərək Britaniyanın ən yaxşı tanınan və ən başarılı deməli təbii, yəni qatqı qatılmamış məhsullar brendinə çevrilməyə başlayır bu şirkət. Nə ilə? With over 200 different products, including food, drinks and hair and body care products. 200-dən yuxarı müxtəlif məhsullarla, hansı ki bura yemək daxildir, içmək daxildir, saç və bədən bakımı məhsulları. Charles, well-intentioned, hard-working, conservative and old-fashioned, continues to do his duty as he sees it. Charles iyi niyyətli, yaxşı niyyətli, zəhmətkeş, mühafizəkar və belə deyək də köhnə dəbli biridir. Öz görəvini, yəni gördüyü kimi, yəni necə onu necə algılayır, o şəkildə davam edir. But he is no longer alone. Ancaq daha o tək deyil. One day he will be king. Bir gün o kral olacaq. And his darling Camilla
və onun əzizi sevgilisi, həyat yoldaşı Camilla da will be, deməli, Her Royal Highness. HRH burada Her Royal Highness. Yəni kraliçalara məxsus olan bir xitab şəklidir. The Princess Consort. Bir vəzifəyə gələcək. Yəni yüksək şahzadə Princess Consort da yəni nə deməkdir? Kişi hökmdarın eşi. Belə deyək də. Demək olar ki, First Lady kimi bir şeydir də. Olacaq. Bitti.